Samir müəllim, fə in tənazətum fi şeyin. Demir əmr sahibləri ixtilaf etsə, demir peyğəmbər, demir ki, Quranda tapsaz, demir. Bütün ixtilaf və çəkişmələr sizdəndir. Biz bu məsələnin təfərrüatına varmırıq, amma bir məqamı qeyd eləmək istəyirəm. Əmr məsələsinə toxunmaq istəyirəm, kiçik bir şey demək istəyirəm. Ulul əmr. Ulul əmr barəsində çox danışmaq olar. Allahın əmri odur ki, Allah iradə etdiyi zaman bir şeyə ol deyər, olar. Bir də Əhl-i Beyt məktəbinin rəyi var ki, yox, Əhl-i Beyt imamlarıdır. Ona görə ixtilafı daha da böyütmək və mövzudan yayınmaq, ixtilafı həll eləməmək üçün. Həmçinin sahabələr arasında İmam Əli əleyhissalam o kəslərdən olunub ki, ona imam deyilib. Başqaları imam vəsfi ilə vəsf olunmurlar. Allahın salamı, rəhməti və bərəkəti siz, əziz Quran sevərlərin üzərinə olsun. Bu günləri də biz yeni mövzumuza davam edəcəyik. Dəyərli dostum, qardaşım, din xadimi Samir Əzizovla birlikdə Nisa surəsinin 59-cu ayəsini müzakirə və təhlil etməyə çalışacağıq. Bugünkü mövzumuz isə İslam ümməti ixtilafa düşdüyü zaman nə etməlidir sualına cavab tapmağa çalışacağıq ki, xüsusilə ixtilaf Quran kontekstində də yanaşsaq görürük ki, bundan uzaq qaçmaq olmur. Ona görə də əvvəlcə Nisa surəsi 59-cu ayəni oxuyub tərcümə edək, daha sonra təhlillərinə başlayaq. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Allah Teala buyurur: Ya eyyuhellezine amenu, ey iman gətirmiş kəslər, ati'ullah, Allaha itaət edin, və ati'ur rasulə və ulil əmri minkum, və itaət edin Rəsula, elçiyə və əmr sahiblərinizə. Burada minkum deyilərkən sizdən olan əmr sahibləri, yoxsa əmr sahibləriniz, bu ayrı bəhsi, ona görə indi kimsə bu tərcümə ixtilafına girsə, bu ayrı mövzunun məsələsidir. Biz daha çox bunun da üzərində qalacaq ki, fəin tənəzə'tum fi şeyin, əgər siz bir şeydə, bir məsələdə bir-birinizlə çəkişsəniz, ixtilaf etsəniz, sözünüz düz gəlməsə və bu qəbil nə edin? Fərudduhu iləllahi və rasul. Onu, həmin bu məsələni kimə tərəf qaytarın, kimə qaytarın? Allaha və elçiyə qaytarın. İn kuntum tu'minuna billahi vel yevmil axir. Əgər siz Allaha iman gətirmişsinizsə və axirət gününə iman gətirmişsinizsə, siz bu cür etməlisiniz. Zəlikə xayrun və əhsənu tə'vilə. Bu xeyirlidir, üstündür və nədir? Və əhsənu tə'vilən, və nəticə baxımından ən yaxşıdır. Yəni, bir müsəlman Allaha, axirətə iman gətirmişsə, bir şeydə ixtilaf etsə, onu Allaha və Rəsuluna qaytarmalıdır ki, nəticəsi də deyilir ki, bu daha xeyirli və nəticə etibarilə daha yaxşı və gözəldir. İndi müqəddimə üçün Samir müəllimə söz verir. Mən də öz növbəmdə əziz ustadı salamlayıram və minnətdarlığımı bildirirəm. Həmçinin Quran sevərləri salamlayıb onlara bu müzakirəni çatdırmaqda gözəl bir fəhm arzu edirəm ki, biz də ilahi bir inayət vasitəsilə inşallah ki, mətləbi doğru, düzgün şəkildə cəmiyyətə çatdıraraq. Əvvəlcə ayənin birinci hissəsinə toxunaq ki, ustad qeyd elədi, ey iman gətirənlər, Allaha itaət edin, Peyğəmbərə və əmr sahiblərinə itaət edin. Maraqlı bir ayət. Quran-ı Kərimdə belə ayələr var. Deyirlər ki, Allaha itaət edin və Peyğəmbərə itaət edin. Hər kəs Peyğəmbərə itaət etmişsə, Allaha itaət etmişdir. Bəzən, əziz ustad, belə qeyd edirlər. Deyirlər ki, burada təkid mənasında gəlib. Məqsəd Allahın itaətdir.
Yəni peyğəmbərə itaətin özü Allaha itaətdir. Amma alimlər qeyd edirlər ki, Allaha itaət, yəni təkid mənasında gəlib, iddia bundan ibarətdir ki, təkid mənadadır. Allah bir daha təkid edir ki, Allaha itaət, yəni peyğəmbərə itaət etməklə yenə Allaha itaətdir. Bir növ təkid etməklə bu məsələnin təkrarıdır. Amma böyük alimlər qeyd edirlər ki, məsələ heç də belə deyil. Allaha itaət edin və peyğəmbərə itaət edin. Burada artıq itaət ikiləşdi. Yəni təkid baxımından daha yaxşı belə olar. Allaha və peyğəmbərə itaət edin. İtaət 2 dəfə gəlməz. 2 dəfə gəlirsə təkid yox, buna daha çox deyirlər təsis. Yeni bir itaəti təsis etmək. Bu bunun içində həm Allaha itaət var, peyğəmbərə itaətin içində. Həm Allaha itaət var, həm də Allahın ona Quran xaricində vəhy etdiyi mesajlara istinadən təşrii bir funksiya var. Ona itaət. Yəni sən həm də şəriət qoyma, qanun qoyma xüsusiyyətini Allah ikinci itaətlə ortalığa qoyur. Yenə deyirəm, əgər təkid məsələsidirsə, belə deyərdi. Allaha və peyğəmbərə itaət edin. İtaət sözü 2 dəfə gəlməlidir ki, alimlər bunu qeyd edirlər. Deyirlər, yox, Allaha itaət edin və peyğəmbərə itaət edin. Artıq peyğəmbərə itaət təsisidir, nəinki təkid deyil. Bəli, bir məsələ də var ki, burada bəzən belə bir də ehtimal edirlər ki, Allaha itaət onun zatından gələn bir şeydir. Allaha itaət. Peyğəmbərə itaəti isə başqası tərəfindən peyğəmbərə verilmiş səlahiyyətdir ki, yəni Allaha, yəni Allah tərəfindən peyğəmbərə verilmiş səlahiyyətdir. Allaha itaət edin və Allah tərəfindən səlahiyyət verilmiş elçiyə itaət edin. Və qulaq asın, dinləyin. Bu cür də deyilmir. İtaət edin. Məsələn, indi bir-iki kəlmə ilə də izah edə bilərsiniz ki, itaət deyildikdə də nə nəzərdə tutula bilər? Məsələn, itaət deyildikdə necə itaət nəzərdə tutulur? Alimlər buradan məsumluq məsələsini çıxardırlar. İtaət deyildikdə qeydsiz, şərtsiz itaət, qeyd şərtsiz itaət nəzərdə tutulur. Necə? Məsələn, deyilmir ki, filan halda peyğəmbərə itaət edərsin. Filan şeydə itaət. Filan şeydə itaət. Mütləq mənada gəlib. Məsələn, Qurani Kərimdə Ənkəbut surəsinin 8-ci ayəsində itaət məqamında belə bir ayə var. Buyur ki: "Vəsseynəl insane valideyhi husna və in cahadaka lituşrike bima leysa laka bihi ilmun fala tuti'huma." Deyir, biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. Əgər onlar bilmədiyim bir şeyi mənə şərik qoşmaq üçün sənə məcbur etsələr, onlara itaət etmə. Deməli, bir yerə qədər valideynlə itaət deyilir, amma bir yerdə artıq sərhəd çəkilir. Buradan olmaz. Buradan, əgər səni şirkə dəvət edəcək bir məqam olsa itaət etmə. Amma peyğəmbərlə bağlı belə bir məsələ qeyd şərt vurulmuyor. Qeyd şərt. Deməli burada itaətdən məqsəd mütləq itaətdir. Və mütləq itaət bu mənada olur ki, peyğəmbər insanları şirkə, insanları zülmə, insanları başqa məqamlara çəkib aparmayacaq. Peyğəmbərin dəvəti ictihad üzərində deyil ki, bəzən xəta etsin, bəzən doğru etsin. Elə olsaydı Allah qeyd vurmalıydı. Amma Allah Taala belə bir qeyd vurmadı. Bəli. Məsələn, Quran-ı Kərimin Əraf surəsi 28-ci ayədə Allah mütəal buyurur ki, Allah pisliyi əmr etməz. Əgər peyğəmbər səni Allaha itaət xəttindən çıxartsa, hansısa bir məqamda çıxartsa, deməli Allah pisliyi əmr etmiş olur. Burada məsələ bəs məsumluq üzərində. Məsumluq üzərində bir məqamı qeyd eləmək istəyirəm ki, alimlər qeyd edirlər, əgər bir ayədən bir şəxsin məsumluğu sabit olarsa, onun sözü hüccətdir. Əgər onun sözü hüccətdirsə, artıq o, bayaqlar dedik ki, qavlül məsum, biz keçən bəhslərdə bunu demişik. Qavlül məsum, fe'lül məsum, təqrirül məsum. Məsələn, Əhl-i Beyt nəzərində budur. Məsumun sözü
Əhl-i-Beyt məktəbi bu cür baxır sünniyə. Məsələn, Əhl-i-Sünnə məktəbi deyir ki, qolun nəbi, peyğəmbərin sözü, peyğəmbərin feili, peyğəmbərin təqriri. Amma Əhl-i-Beyt məktəbi peyğəmbəri o məqamda deyirlər ki, peyğəmbər məsum bilinir. Məsum bilinir. Amma buna daha geniş baxımından Əhl-i-Beyt məktəbi baxır. Qolul məsum, feilul məsum və təqrirul məsum. Deməli, məsumun sözü, feili və təqriri. Deməli, buradakı əgər peyğəmbərin məsumluğu ortaya girsə, nə olacaq? Sözü, feili və təqriri höccət olacaq ki, bu da bizim üçün peyğəmbər sünnəsinin başqa bir yolla sabit olmasıdır ki, məsumluq baxımından. İndi bu ayənin birinci hissəsidir. İndi burada ulul əmrə kiçik bir toxunuş eləmək olar. Mən indi deyəcəkdim ki, yəni bizim məsələmiz bu adətən çox fundamental, hətta etiqadi sahədə də ən çox müzakirə edilən ayələrdəndir. Yəni biz bunun məqsədini güdmürük ki, burada əmr sahibləri deyilərkən kim nəzərdə tutulur? Ümumiyyətlə vəli nədir? Əmr nədir? Quranda vəli hansı mənalarda işlədir? Əmr hansı mənalarda işlədir? Yəni bu dəqiqə 5, 6, 7 nəzər deməyin bir önəmi yoxdur. Sadəcə biz onu bildik ki, ətiullah, Allaha itaət edin və ətiur rəsul və ulul əmri minkum. Ulul əmri minkum. Bəli. Mən istəyirəm sadəcə bir toxunuş eləyim. Bəli. Yəni rəsul, ulul əmr bir sırada gəldi. Bəli. Allah tək, yəni işin məbdəsi hər bir şey Allaha qayıtmalıdır ya. Amma indi rəsul və ulul əmr məsələsinə də toxunasınız. Bax, elə qeyd elədiniz həmin məsələni. Əslində mənim deyəcəyim söz də ondan ibarətdir. Rasul və ulul əmr bir itaətin çətiri altındadır. Bəli. Bir itaətin çətiri altındadır. Çünki buyurur ki, və ətiur rasulə və ulul əmri minkum. İndi Rasul hansı məqamda məhsumdursa, ulul əmr də o kontekstdə olmalıdır. Yoxsa ona itaətdə fərq eləməlidir ki, axı Rasula itaət necə qeyd şərtsiz gəlib, ulul əmrə də itaət qeydsiz şərtsiz gəlib. Belə bir iddia var. İddia bundan ibarətdir ki, belə bir söz deyirlər. Deyirlər ki, bəs ayənin davamında niyə Allah deyir ki, istəyirlər bildirsinlər ki, o itaətin şərti var. Yəni, ulul əmrin şərti var. Necə? Deyir ki, فَإِنْ تَنَازَعْتُمْ fi şeyin fərudduhu ilallah və rasul. Əgər bir hər hansı bir məsələdə ixtilaf etsəniz, onu qaytarın deməli Allaha və onun elçisinə. Bu məqama istəyirəm diqqətinizi eləyim. Baxın, ulul əmrə itaət, biz dedik ki, ulul əmrə itaət nədir? Qeydsiz, şərtsizdir. Amma belə bir iddia səslənə bilər ki, ayənin davamında axı Allah qaytarır Allaha və Rasuluna. Bax, bunu bir-birindən ayırt eləmək lazımdır. Bəli. Məsələ, hansı məsələ itaət məsələsidir? Hansı məsələ dinin qaynağıdır? Bunlar bir-birindən dinin mənbəyidir. Ulul əmr özü tək başına müstəqil mənada dinin mənbəyi deyil. Əgər müstəqil mənası dinin mənbəyi ulul əmri olsaydı, qaytarardı necə? Fərudduhu ilallah və rasul və ulul əmri minkum. O cür gəlmədi. Amma ayənin başlığında da bir dənə ifadə var axı. Tənəzə'tum bir şeyin. Hər hansı bir məsələdə ixtilaf etsəniz. İndi mən ulul əmri məsələsinə biraz toxunum deyə dedim bu məsələni. Bəziləri deyirlər ki, 12 imam ulul əmrdir. Bizim Əhl-i-Beyt məktəbidir. 12 imam Əhl-i-Beytdən olmalıdır. Əhl-i-Beyt imamlarıdır. Və bunun dəlillərini də gətirirlər. Bəziləri deyirlər ki, yox, mənə Qurandan bunu sabit eləyin ki, Qurandan dəlil lazımdır. Ayə amma başqa şey deyil. فَاِنْ تَنَزَعْتُمْ فِي شَيْءٍ. Hər hansı bir məsələdə sən ixtilaf eləmişsən. Elə mən ixtilaf eləmişim, ulul əmrin kim olmalıdır? Nəyə qaytarmalıyam? İlallah, yəni Allahın kitabına və Rasul və Peyğəmbər sünnəsinə. Amma sən məndən ancaq Allahın kitabından istəyirsən. Və maraqlıdır ki, bunu sünnəni qəbul edənlər deyirlər.
Nəinki tək Quranı qəbul edənlər, yoxa, sünnəni qəbul edənlər də deyirlər ki, bizə ancaq Qurandan dəlil gətir. Amma Quran elə həmin bu ayənin davamında deyir ki, hər hansı bir məsələdə siz ixtilaf eləsəniz, elə ulul əmr məsələsində ixtilafınız var, hara qaytaracaqsınız? Allahın kitabına və Peyğəmbərə qaytaracaq. Peyğəmbər sözünə. Məsələn, məfhumu Peyğəmbər izah eləyəcək, ulul əmri məfhumu Allah izah eləyəcək, necə ulul əmr kimi, misdaqı kim izah eləyəcək? Yəni onun predmetini, onun kimlərdən ibarət olduğunu, əlbəttə ki, onu Peyğəmbər sünnəsi izah eləyəcək. Bir bunu da qeyd edim ki, indi biz deyirik ya, İslam ümməti ulul əmrin, əmr sahiblərinin kim olması barəsində fikir ayrılıqları var. Mən bəzilərinə qeyd edim ki, məsələ burada imam olub olmamasından getmir, kimdir bu? Yəni, mən rəyləri demək istəyirəm. Bir, bəziləri deyib ki, ulul əmrdən, əmr sahiblərindən məqsəd sadəcə dövlət başçılarıdır. Dövlət başçısı. Xəlifə olsun, padşah olsun, nə olsun, dövlət başçısı. Bu birinci nəzər. İkincisi, bəziləri belə bir rəy irəli sürüblər ki, ümumiyyətlə, ümumi olaraq bütün təbəqələrin rəhbərləri. İndi hər bir sahənin öz rəhbərləri var. Bu, üçüncü rəy, bəziləri deyib ki, əmr sahiblərindən məqsəd insanların mənəvi və düşüncə baxımından rəhbərləri nəzərdə tutulur. Dördüncü nəzər, bəziləri deyiblər ki, əmr sahiblərindən məqsəd 4 xəlifədir İslamın əvvəlində. Bəziləri deyirlər ki, Peyğəmbərin yaxın adamları barəsindədir. Sonra 7. Bəziləri deyiblər ki, İslam ordusunun sərkərdələridir. Bir də Əhl-i Beyt məktəbinin rəyi var ki, yox, Əhl-i Beyt imamlarıdır. İndi yəni yenə də deyim ki, bizim məqsədimiz burada nədir, nəyin dəlilləri nədir, hansı dəlillər güclüdür, hansılar zəifdir, bu deyil. Sadəcə məsələni dediniz. Mən istəyirəm bir nöqtəyə işarə edeyim. İndi əziz ustad dediyi kimi biz bu məsələnin təfərrüatına varmırıq. Amma bir məqamı qeyd eləmək istəyirəm. Əmr məsələsinə toxunmaq istəyirəm. Kiçik bir şey eləmək istəyirəm. Ulul əmr. Ulul əmr barəsində çox danışmaq olar. Allahın əmri odur ki, Allah iradə etdiyi zaman bir şeyə ol deyər, olar. Məsələyə baxarlar, əzizlər. Sonra Quran-ı Kərimdə bir ayə var. Deyir ki, وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا. Biz öz hökmümüzlə, əmrimizlə onları doğru yola göstərən imamlar etdik. Burada həmin ulul əmrlə imamların da əmr sahibi olduğu, burada biz deyir, biz imamlar qərar vermişik, onların əlində əmr var, o əmr vasitəsilə onlar hidayət edərlər, yəni o əmrin sahibləridir. Əlaqələndirmə. Bəli. Nisa surəsi 59-cu ayədə də bizə əmr sahibindən deyir. Deməli, bunların həm də imamlar olduğunu, o imamların da hidayət edən imamlar olduğunu da 2 ayədən biz üzə çıxarda bilərik. Bəli, çox gözəl. Yəni, əmr məsələsi, həm də onu qeyd edək ki, yerinə düşər ki, bir var insanın xilqəti ilə bağlı fiziki. Bir də var ki, bu əmr nəyin üzərindədir? Sözsüz ki, əmr o deyil ki, götür bunu, bura qoy, yığışın, getdi. Yox, bu əmr daha bir bunun həm də irfani, mənəvi məsələsi də var ki, biz baxanda insan müəyyən bir formaya gəlib çatmaq üçün onun hansı mərhələlər keçməsi lazımdır. Sən bir dənə sadəcə çırtma çalmaqla bir uşaq dünyaya gələ bilməz və yaxud da çırtma çalarsan 5 yaşlı uşaq olsun, 45 yaşlı kişi mümkün deyil. Amma ruh elə deyil. Ruh bir dənə tövbəyə dəyişə bilər. Həmin əmr də insanın ruhu, həm də yəni ki, həm də ruhuna aiddir. Yəni, imam dedikdə təkcə insanın fiziki məsələləri ilə aid deyil, həm də ruhi məsələlərinə aiddir. Elə bu məqamda əziz ustad, bu ayəyə əziz ustad buna diqqət eləyir, yəni cəmiyyəti bu ayənin nəzərini cəlb eləmək istəyir. Buyurur ki, Ələləhul xalqu vəl-əmr. Allahın öhdəsində bir əmr aləmi var, bir xəlq aləmi var. Xəlq dediyimiz bizim fiziki aləm, əmr aləmi daha çox metafiziki aləm. Yəni, insanlara pərdə arxası məqamlarla xitab eləyən, müraciət eləyən, orada mülk sahibi və o məsələ çox önəmlidir.
Yəni bu o demək deyil ki, sabahları deyilsin ki, bu yaxşı, bu belədirsə, onda filan kəs filan vaxtı canişin olmadısa, deməli Allahın əmri sabit olmadı. Bu oradan deyilir ki, məsələn İmam Əli əleyhissalamın imaməti nə Qədirxunda nəsb olunub təyin edilib, nə Səqifədə qəsb edilib. Bu o demək deyil ki, İmam Əli siyasi rəhbər olmadığı halda imamlığı qüvvədən düşür. O hər bir halda yenə də əmr məsələsinin vəlisidir. Və o insanlar ki, hətta onu imam bilməsələr də, əmr sahibi hesab eləməsələr də, o insanlar üçün yenə də əmr sahibi o şəxsdir. Bu yaxınlarda Samir mən maraqlı bir söz eşitdim. Həmçinin sahabələr arasında İmam Əli əleyhissalam o kəslərdən olunub ki, ona imam deyilib. Başqaları imam vəsfi ilə vəsf olunmuyorlar. Çox maraqlıdır. Bu da çox maraqlıdır. İndi nə qədər də istəsə, indi yekunlaşdıraq. Mən yenə bu məsələni yenə də qaytararam. Bunu Bir şeydə ixtilaf etsəniz, çəkişsəniz, Allaha və onun elçisinə qaytarın. Bunun da mənası bundan ibarətdir ki, dinin bayaqları qeyd elədim. Dinin əsas mənbəsi Allah və Rasul. Burada bir dənə incəlik mən istəyirəm, buna da toxunum. Əgər görürsünüz Allaha və Rasul məsələsi ikinci dəfə təkrarlanır. bəli. Bax burada demədi ki, fə in tənazətum fi şeyin fərudduhu ilallah. Yəni əgər dinin qaynağı Allahın kitabı olsaydı, ilallahla kifayətlənərdi. Bayaqları dediyi bunu təkid üçün gətirib. Amma təkid deyil. Burada görürsən ki, necə ətiullah və ətiur rasul fərudduhu ilallah və ilar rasul. Yenə də birincidə də, ikincidə də dinin qaynağının Allah və onun elçisi olduğunu iki dəfə Allah bu təkrarlayır və bu unikal ayədir. Əgər bir nəfər sünnənin sabit olmasını bilirsə, başqa ayələrdə belə bir nümunəni tapa bilməyəcək. Bu unikal ayəyə xüsusi diqqət yetirmələri lazımdır. Samir müəllim, yenə də indi nəticə etibarı ilə burada bir daha da bəzi nüansları dedi. Dedi ki, iman gətirən kəslər nə etməlidirlər? Allaha itaət etməlidirlər. Dedi ki, bu Allah bunu müstəqildir. Və bir də itaət etməlidirlər Allahın elçisi Peyğəmbərə və əmr sahiblərinə. Peyğəmbərin məsumluğu məsələsi var, Bəli. qeydsiz, şərtsiz itaət məsələsi var. Üçüncü məsələ, ulul əmr məsələsinin kimlərdən ibarət olması idi ki, onu yenə də Allaha Bəli. və Rasuluna qaytarmaqla bilmək olacaqdı. Daha sonra növbəti məsələ bu idi ki, əgər bir şeydə çəkişsəniz, o bir şey, o şeydir ki, insanın axirəti ilə bağlıdır. Yəni, oturub bu telefonu hansı formada istehsal edəklə deyil və ya hansısa bir dövlət işidir və yaxud da hansısa bir tədbir keçirici, yox, daha böyüdür. Dedi, Allaha qaytarın və elçiyə qaytarın. Demədi, əmr sahiblərinə qaytarın. Və biz də bilirik ki, məsələn, Əhl-i Beyt imamları da nəql olunub ki, deyir, biz Allah buyurub, Peyğəmbər belə buyurubdan başqa özümüzdən heç nə demərik. Bir də əziz ustad, bir də məsələni deyim. Sizin Quran barəsində gözəl təvilləriniz ola bilər. Amma Allah davamında deyəcək ki, əhsəni təvilə. Ən gözəl yoldur belə. Siz elə deyirsiniz ki, mənə söz qalmırdı. Yəni, bütün şeydən. Axırda maraqlıdır ki, Allah Teala buna şərtin deyir. Deyir, əgər siz Allaha və axirət gününə iman gətirmişsə, burada Peyğəmbər də getdi, burada digərləri getdi. Məbdə başlanğıc necə Allahla başladı, son da başladı ki, Peyğəmbərə iman, nə bilim nə, Allaha imanınız varsa ki, bütün bunlar Allahla və axirət gününə, yəni bunun sorğu sualları da gələcək. Onu da çox da onluğa siz nətər deyim, işarə etdiniz, mənə bir söz qalmır ki, yenə də deyir ki, bu üslub, bu istinad, zəlikə xeyrun xeyirdir, üstünlüdür və əhsənu təvilə. Yəni, burada ən gözəl nəticə
kimi deyilir. Və bilirik ki, Quran kontekstində təvil də məsələnin əsas həqiqi anlamıdır. Yəni sən ki təvil eləməyi istəsən, sən buradan qaçış. Ayədə nə deyir? Deyir ki, ixtilafın, ayənin konteksti budur ki, ixtilafın həlli üçün Qurana və sünnəyə müraciət eləmək ən gözəl üslubdur. Amma bəziləri mübahisə zəminində daha çox həldən çox mövzudan yayınmaq üçün ancaq Qurana istinad edirlər ki, ulul əmrin kim olduğu bilinməsin. Bilirlər ki, ulul əmrin kim olduğunu Qurandan ad-ba-ad tapılmayacaq. Ona görə ixtilafı daha da böyütmək və mövzudan yayınmaq, ixtilafı həll eləməmək üçün Qurana. Amma ixtilafın həlli üçün Quran və sünnə. Samir müəllim, fəin tənazətum fi şeyin. Demir əmr sahibləri ixtilaf etsə, demir peyğəmbər, demir ki, Quranda tapsaz, demir. Bütün ixtilaf və çəkişmələr sizdəndir. Yəni, etdikdə sabit yer buradır da. Özünüzdən müğayət olun, dəyərli Quran sevərlər. İnşallah növbəti müzakirələrimizdə görüşərik.